Qardaşı arvadının içinə boşalmadığı üçün onu öldürən Allahı və öz gəlinin yanına digər oğlunu salıb onunla cinsi əlaqədə olmasını istəyən atanı bilirdinizmi? Bilmirsinizsə videonu sona qədər dinləyin. Bu harda keçir? Bu müqəddəs kitab Bibliyada. Yaradılış bölümü 38-ci fəsildə keçir. 38-ci fəsildə Yahuda və Tamar hissəsi var. Birdən başlayıb oxuya bilərsiniz. O zaman Yahuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı. Yahuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yahuda qızı arvad alıb yanına girdi. Qadın hamilə olub bir oğlan doğdu və Yahuda onun adını Er qoydu. Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu. Sonra yenə də bir oğlan doğub adını Şela qoydu. Qadın onu doğduğu zaman Yahuda Kezivdə idi. Yahuda ilk oğlu Er üçün bir arvad aldı. Onun adı Tamar idi. Yahudanın ilk oğlu Er Rəbbin gözündə pis oldu və Rəbb onu öldürdü. Yəni burada deyir ki, Er olur Yahudanın oğlu. O Rəbbin gözündə pis idi. İndi hansı günah işlətmişdi, nə eləmişdi onu bilmirəm. Rəbb bunu öldürür. Yəni Rəbbin xoşuna gəlmir, Rəbb bunu öldürür. Bunun arvadda dul qalır. İndi əsas isə burada başlayır. Yaradılış 38-8-ə baxın. Yahuda Onana dedi: "Qardaşın arvadının yanına gir. Öz qaynlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir." Yahuda nə deyir oğluna? Onan adlı oğluna. Eri ölür, onun arvadı boşda qalır. Yahuda da deyir ki, qardaşın arvadının yanına gir, cinsi əlaqədə ol, yəni öz qardaşlıq vəzifəni yerinə yetir. Bu həm də bu keçir qanunun təkrarı 25-ci fəsil 5-7-ci ayələr arası. Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin. Yəni Onan istəmirdi belə desək, bilir ki, bunun nəsli deyil, ayədə keçir. Qadınla cinsi əlaqədə olur. Cinsi əlaqədə olandan sonra, yəni üzr istəyirəm, spermanı qadının içinə yox, yerə tökür. Yəni ki, istəmir bu qardaş arvadından uşaq olsun. Yaradılış 38-9 açıb oxuya bilərsiniz. Və bunu davamlı oxuyaq. Bu yerə tökdüyünə görə Allah qəzəblənir. Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu öldürdü. Bu da keçir Yaradılış 38-10-da. Yəni Rəbb qəzəblənir ki, sən niyə görə spermanı qadının içinə yox, yerə tökümsən. Ayədə keçən deyirəm. Və buna görə Rəbb qəzəblənir, onu da öldürür. Yəni qadının içinə boşalmadığına görə. Yahuda gəlini Tamara dedi: "Atanın evinə qayıt. Oğlum Şela böyüyənə qədər dul olaraq qal." Yahuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı. Bura qədər oxuyun, çünki bunun ardı da var. Ardında da Yahuda həmin bu öz gəlinini fahişə bilərək cinsi əlaqədə olur və həmin gəlini hamilə qalır, qaynatasından uşaq dünyaya gətirir. Yəni bunu da biləsiniz. Bu növbəti paylaşımda olacaq. Bu mövzunu dinlədinizsə bəyənib paylaşmağı, abunə olmağı unutmayın ki, digər mövzulardan da agah olasınız deyə. Digər paylaşımda isə Yahuda öz gəlini ilə cinsi əlaqədə olur. Hətta necə cinsi əlaqədə olur? Öz gəlinin fahişə bilir. Fahişə bilir və gəlini ilə cinsi əlaqədə olur. Bu da keçir yenə də müqəddəs kitabda. Bu mövzunu istəsəniz Yaradılış 38-i açıb axıra qədər oxusanız orada görəcəksiniz ki, Yahuda öz gəlini ilə cinsi əlaqədə olur. İzləyicilərə qısa olaraq bunu da bildirim ki, Yahuda da sıradan bir insan olmur. Yahuda Yaqub peyğəmbərin oğlu olur. Yəni o dövrdə Yaqub da bilirsiniz də İsrail Allahla güləşib, Allahın kürəyin yerə vurduğuna görə müəyyən insanlar deyir, müqəddəs ruh olur, müəyyən insanlar deyir, mələş olur Yaqubun güləşdiyi, amma çox yerdə deyirlər ki, Allahla güləşib və Allahın kürəyin yerə vurduğuna görə də Yaquba da İsrail ləqəbini verib Allah. Həmin bu Yahuda Yaqubun oğludur, yəni İsrailin oğludur. Sıradan bir insan deyil, yəni köklü nəsildən gəlmiş bir adamdır. Və izləmədə qalın və növbəti paylaşımda Yahudanın özünün gəlini ilə cinsi əlaqədə olmasın və gəlinin fahişə bilməsini paylaşacağım. İzlədiyiniz üçün təşəkkür edirəm.